Əminəm ki, bu fellərin hər biri evdar xanımlarımıza lazımdır. Mütləq sözlərin özünə, deyilişinə və tərcüməsinə fikir verin. Əziz evdar xanımlar, bilirəm ki, nə olsun siz işləmirsiniz. Amma ki, övladınız Rus sektoruna gedir, Rusiyada yaşayırsınız, valideyn iclasına getmək lazımdır, uşağı nə bilim, poliklinika aparmaq lazımdır, xəstəxanaya aparmaq lazımdır və s. və ilaxır. Ən azından uşağınız körpədir, bağçaya gedir, aşağı düşürsünüzmü? Qonşuları görürsünüzmü? Niyə susasınız ki? Niyə danışmayasınız? Gəlin dərslərimə qoşulun, 2 aya hər kəsi şok edin. Rus dili biliyiniz 0 belə olsa, 2 aya bir səviyyəsində danışa bilərsiniz. Yetər ki, özünüzə güvənin, mənə güvənin, sual verməkdən çəkinməyin və başlayın. Qalan sizdən heç bir istəyim yoxdur. Qalanını mənə həvalə edin və nəticəsini şok olun.